Hər vaxtınız xeyir dəyərli izləyicilərim. Bu gün sizinlə şəkər bura hazırlayırıq. Bayramda hazırlamamışdım. Bayram qurtarır, mən isə sizinlə paylaşıram. Baxın görün, bugün sizə nə məsləhət görəcəyim. Fındıq, badam, hil, şəkər tozu, bunların hamısını birlikdə qarışdırdım. Əlbəttə ki, fındığın və badamın qabığını təmizləmişdik. Xəmirimizi hazırlamaq üçün un, yağ, tereyağından istifadə edirik. 2 çimdik duz, üzərinə sarı kök və süd əlavə edirəm. Süd cəmisi yarım stəkandır. 3 dənə də yumurtanın sarısını əlavə edirəm. 3 xörək qaşığı xama əlavə edirəm. Bu da hardasa 200 qramdır. Belə yaxşı yağlı xama əlavə edirik. Qəşəngcə yoğuraq. Sifte qaşıqla qarışdıraq. Və sonda bir azacıq şəkərli vanil əlavə edirəm. Çox tez yoğrulan bir xəmirdir. Xəmirimizi yoğurduq. İndi bunu bir paketdə yumuşaqlığını görürsünüz. Bir paketə qoyub soyuducuya yerləşdirəcəyim. Vaxtınız varsa bugün, yoxdursa sabah da hazırlaya bilərsiniz. Bilirsiniz bunu yəqin ki. Amma soyuducudan çıxardandan sonra heç olmasa bir yarım saat dinləndirirsiniz. Sonra kündələri tuturuq və gördüyünüz kimi, baxın bu cürə 45 qramlıq mən kündə götürürəm. Çünki kiçik şəkər buraları hazırlayıram həmişə. Xoşlamıram nə qoqal, nə şəkər bura, nə də paxlava dişdək halda qalsın və ya bölünüb qalsın. Gördüyünüz kimi belə bir İndi təzə çıxıb, köynə çıxıb bilmirəm, mən bunları çoxdan görmüşdüm. Özüm hazırlamaq istəyirdim hətta. Lakin satışda gördüm, aldım. Düzü, başqa şeyə yaramadı. Mən elə bilirdim ki, yuxaları burada açacağım. Neysə, baxın bu cürə basıram, bir o tərəfə, bir bu tərəfə çevirərək yığıram masamın üstünə. İndi içliklərini dolduracağım və qurağını bükəcəyim. Adi halda, necə hamınız görmüşsünüz, eşitmişsiniz də, indi hər adam şəkər bura resepti paylaşır, bəzi yeyir, çox gözəl, incə naxışlar və s. Amma biz indi görəcəksiniz ki, bir-iki üsulla şəkər bura hazırlayacağıq. Xəmiri içliyi, şəkər bura xəmiridir və şəkər bura içliyidir. Əlimdə əriməmək üçün bu xəmirlər bu atlığın üstünə qoyuram. Lakin bir müddət belə elədikdən sonra yadıma düşdü ki, aha, mən indi bundan başqa cür istifadə edəcəyim. Onu sizinlə paylaşım. İstəyirsinizsə videoya axıracan baxın. Qırağını bükürəm şəkər buralarımın və görürsünüz ki, xəmirində mən nazı eləyirəm. Xoşlamıram qalın xəmir olsun. Hərənin öz, necə deyirlər, istəyi var. Birincisi, satış üçün hazırlayanlar başqa, özü üçün hazırlayanlar başqa. Burada da altını belə qəşəngcə cızmaq istəyirəm. Və gördüyünüz kimi, çox asan, üstündə əsmədən bükürük və yığırıq bir qırağa. Eyni ilə digərlərində. Əlbəttə, siz xoşlayırsınızsa 50-55 qram xəmir götürə bilərsiniz. Nəvəm bəzilərinin üstünü naxışlayacaq. Mən isə sizə ikinci üsulu göstərəcəyim. Qalanını göstərəcəyim sizə. Niyə görə belə? Baxın, uşaqlar həmişə oturur, maqqaşlayır, söhbət eləyirlər. Bu bayram qabağı. Amma bayram sonrası belə olur ki, şəkər bura qurtarıb. Uşaqların gözü yenə də şəkər bura gəzir. Odur ki, yenidən şəkər bura pişiririk. Ona görə biraz nə maqqaşlamağa, nə qırağın bükməyə həvəsi olmayan adamlar üçün indi elə bir şey göstərəcəyim ki, vallahi hamınız elə şəkər bura pişirmək istəyəcəksiniz. Daha peçenizə də istəməyəcəksiniz. Görürsünüz, qırağın bükəndən sonra ona bu cürə forma verib üzü aşağı qoymuşam. Bunlardan bir üsulla hazırlayacağım. Və ikinci üsulum isə biraz başqa olacaq. İndi onu da göstərirəm. Digərini qırağın bükəndən sonra üzü yuxarı qoydum. İstəsəz o cürə, istəsəz digər birinci göstərdiyim kimi və bu cürə üstündən yenə də, amma az miqdarda maqqaşla naxış vururuq. Çox az miqdarda. Bu da o qədər tez olur ki,
Yarpaq forması veririk. Mən bunu internetdə görmüşdüm. Bizim xanımlardan deyəsən kimsə eləmişdi. İndi isə baxın, bu altlığı götürürəm. Üstünə bir azacıq un səpirəm. İndi xəmiri götürüb bura yerləşdirirəm və bunun üstündə yayıram. Mənə lazım olan qədər. Qorxmuraq ki, bura əlavə un əlavə elədik. Bunun heç bir ziyanı yoxdur. Və yavaşca həmin kündələrimi burada yayıram. İndən sonra da həmişə belə eləyəcəyəm. Çox gözəl. Biz sizinlə bu cürə peçeni də hazırlamışdıq. Əgər baxmısınızsa o video, baxmamısınızsa baxa bilərsiniz. Və indi bunun içərisinə eyni ilə şəkər buranı dolduran kimi doldururuq. 2 qaşıq, 2 qaşıq yarım, 3 qaşıq, kim nə qədər doldurursa o dairənin böyüklüyündən asılıdır. Qıraqlarını da belə ehtiyatla barmağımızla naxışları əzməyərək bükürük. Və daha naxışlamağa ehtiyac yoxdur. Çox gözəl də alınır. Bişəndə də qəşəng göründü. Düzü, mən hazırlayanda o qədər də ümidvar deyildim ki, bunlar açılmayacaq və ya əksinə əyilməyəcək. Qızlar, indidən like edin. Çox gözəl oldu. Görün, nə yaxşı oldu. Beləliklə, hamısını bir-bir yayıram, içini doldururam. Qırağını İstəsəz bir azacıq istədə bilərsiniz ki, təsadüfən ora fındıq, badam dəyməsin. Dəyəndə də qırağı yapışsın. Necədir? Necə fikirdir? Xoşunuz gəldirsə bir yazın. Şərqiyə xanım görsün kimin xoşuna gəlib, kimin xoşuna gəlməyib. Bilirəm ki, xoşuna gəlməyən çox olacaq. Mən də sizinlə razıyam ki, bayram süfrəsinə, qonaq qabağına, nə bilim, gəlin xonçasına bəzəklər lazımdır. Amma valla üstünə o yapışdırılan qırmızı çiçəklərdən heç xoşum gəlmədi. Ağ olsa da olar, biraz çəhrayı olsa, bir azıcıq çəhrayı olsun. Gözəl olur, amma o qırmızı və ya başqa rəngdə, bollu, muncuqlu şəkər buraya yaraşmadı. İndi özünüz bilərsiniz, siz bilən yaxşıdır. Hə, baxın, beləliklə mənim hər gün yemək istədiyim şəkər buralar budur. Necə fikirdir? Qoyuruq sobaya, eyni ilə pişiririk. 150-160 dərəcəlik sobada bir azcıq altı qızarana qədər pişiririk. Bunlar da pişdi, onlar da pişdi. Kəsəndə də içində görürsünüz. Şəkər burada da naxışı dəyişib. İndidən hamınıza bol bərəkət arzulayıram. Şərqiyə xanımdan bugünlük bu qədər. Fikirlərinizi gözləyirəm. Gələn videolarda görüşmək üzrə. Xudahafiz.